Salam uşaqlar, bugün cimlə işləyirik və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. Tak, korotkii teksti, yəni oradan buradan çalışıram, çəkəm sizə. Bunları tələbəmlə işlədiksən, dedim ki, elə sizinlə də paylaşım. Так, 232 сәйфәдім. Выберите верный ответ. Сегодня в 19:00 в театре состоится премьера нового спектакля. В нем будут играть известные азербайджанские артисты. Билеты можно приобрести и в кассах театра, и онлайн. Deməli, burada söhbət nədən gedir? Gəlin indi cümlə-cümlə bunları hamısını tərcümə edək. Сегодня в 19:00 в театре состоится премьера нового спектакля. Bugün saat 19:00'da teatrda yeni tamaşanın premyerası olacaq. В нем будут играть известные azerbaycanskие артисты. Deyir ki, burada Azərbaycanın tanınmış deməli artistləri, yəni tanınmış artistləri çıxış edəcəklər. Билеты можно приобрести и в кассах театра, и онлайн. Biletləri teatrın kassalarından və onlayn əldə edə bilərsiniz, deyir. İndi deməli burada cümlələr var və ən uyğunun biz bu mətnə görə seçməliyik. Gəlin baxaq. В премьере спектакля играли наши популярные артисты. Belə baxanda bu gələ bilər. Amma tamaşanın premyerasında məşhur aktyorlarımız çıxış ediblər. Düzdürmü? İqrali burada keçmiş zamanda olduğuna görə çıxış etdilər. Amma söhbət nədən gedir? Nə vaxt olacaq premyerası? Bugün saat deməli 19:00-da. Ona görə də bunu götürə bilmərik biz. Сегодня днем в театре была премьера интересного спектакля. Bugün günorta teatrda maraqlı bir tamaşanın premyerası oldu. Была, oldu. Hələ olmayıb, o bir. Сегодня в 19:00 bugün olacaq. Sonra çünki dnем yazılıbdı, amma 19:00 bu axşam vaxtı, düzdürmü? Ona görə də B-dən buradan deməli çıxır. C variantı. Azerbaycanskие артисты будут участвовать в новом спектакле. Azərbaycan deməli aktyorları yeni tamaşada iştirak edəcəklər deyə. Əlbəttə ki, bunu biz düz cavab kimi götürə bilərik. Так, D-yə baxaq. Билеты в театр на спектакль можно купить только в кассах театра. Biletləri ancaq deyir ki, teatr kassalarında almaq olar. Halbuki burada yazılıb ki, и онлайн ala bilərik biz. Премьера нового спектакля в театре состоится завтра вечером. Deyir ki, tamaşanın Премьера нового спектакля состоится завтра вечером. Deməli, sabah axşam teatrda yeni tamaşanın premyerası olacaq. Deməli, biz də bilirik ki, состоится не завтра вечером, а сегодня. Ona görə də biz C variantını uyğun olaraq götürürük də düz cavab olaraq. Дальше. 2-də. Burada da eynən. Запись юношей в секцию дзюдо начнется с 12 сентября. Тренировки будут проходить 3 раза в неделю на республиканском стадионе. Выходные дни, суббота и воскресенье. Deməli, burada söhbət nədən gedir? Sentyabrın 12-sindən deməli, gənclərin дзюдо dərslərinə qeydiyyat başlayacaq. Тренировки будут проходить 3 раза в неделю на республиканском стадионе. Deməli, məşqlər həftədə 3 dəfə Respublika stadionunda keçiriləcək. Выходные дни, суббота и воскресенье. Deməli, belə deyək də, həftə sonu ya da istirahətdə günləri şənbə və bazar günləridir. İndi gəlin baxaq. A variantında запись в секцию дзюдо будет проводиться в конце осени. Deyir ki, дзюdo deməli bölməsinə qeydiyyat payızın sonunda baş tutacaq. Axı biz də bilirik ki, с 12 сентября, yəni середина сентября, не конец. Bu da son deyir. Deməli, A variantı düz deyil. В выходные дни тренировок в секции дзюдо не будет. Deyir ki, istirahət günləri, yəni
həftə sonu cüdo bölməsində məşq olmayacaq. Düzdür. Niyə düzdür? Çünki bizdə yazılıb ki, выходные dni, subota и воскресенье. Görürsünüzmü? 6 bazar deməli istirahət günü. Deməli bu uyğun gəldi. В будние dni будет запись в различные секции. Deyir ki, həftə içi müxtəlif bölmələr üzrə qeydiyyat olacaq. Bu уже düz deyil. Юноши будут записываться в секцию дзюдо на стадионе. Gənclər deməli cüdo bölməsinə stadionda yazılacaq deyir. Axı elə yazılmayıb ki. Будут проходить 3 раза, deməli тренировки будут проходить 3 раза в неделю на республиканском стадионе. Ve burada da yazılıb ki, запись юношей в секцию дзюдо начнется с 12 сентября. Deməli, burada stadionda deyə yazılıb, amma stadionda nə olacaq? Məşqlər olacaq. Deməli, bu da uyğun deyil. Тренироваться юноши смогут в воскресенье и понедельник. Məşqləri deməli, gənclər bazar günü və birinci günü. Bazar ertəsi də. Понедельник. Bu da уже düz deyil. Çünki burada суббота, воскресенье у них выходной. Так, 3-də. Экскурсии на Гёйгюль, самое красивое озеро Азербайджана, будет проводиться с начала июня. Туристы смогут ознакомиться с одним из крупнейших озер нашей страны. Они смогут также погулять в густых лесах вокруг озера и наловить много рыбы. Так, gəlin indi tərcümə edək cümlə. Экскурсии на Гёйгюль, самое красивое озеро Азербайджана, будут проводиться с начала июня. Deməli, Azərbaycan ən gözəl gölü olan Göygölə deməli turlar iyunun əvvəlində başlayacaq. Turisты смогут ознакомиться с одним из крупнейших озер нашей страны. Turistlər ölkəmizin ən böyük göllərindən birini deməli izləyə bilərlər. Tanış ola bilərlər. Они смогут также погулять в густых лесах вокруг озера и наловить много рыбы. Deyirlər, onlar həmçinin də göl əhatə edən sıx meşələrdə gəzintiyə çıxıb və çoxlu balıq tutmaq imkanı əldə edəcəklər deyir. Deməli, turisты могут увидеть самое крупное озеро нашей страны. Deyir ki, turistlər ölkəmizin ən böyük gölünü görə bilərlər. Halbuki biz bilirik ki, одним из deyil də birini, göllərdən ən böyük göllərindən birini. Так, одним из самых живописных озер нашей страны является Göygöl. Ölkəmizin ən mənzərəli göllərindən biri Göygöldür. Yox, bir dənə Göygöl deyil axı. В озере Göygöl туристам предлагается наловить немного рыбы. Deyir ki, turistlər Göygöldə belə deyək də, az balıq tutacaqlar. Немного рыбы. Amma biz bilirik ki, burada много рыбы deyə. Çox. Дальше. Летом туристам можно будет посетить красивое озеро Göygöl. Летом. Yəni deyir ki, yayda turistlər gözəl Göygöl gölünü ziyarət edə biləcəklər. Bu düzdür, çünki iyun ayındadır. Экскурсия в леса предлагается туристам далеко от озера. Deyir ki, göldən uzaq olan meşələrdə ekskursiya turistlərə təklif olunur. Yox, biz bilirik ki, vokruq ozera, yəni gölün ətrafında olan meşədə. Yəni yanında, belə deyək. Так, дальше. 4-cü. Так, 4-də. Выберите верный ответ. Düzgün, deməli, cavabı seçməliyik burada da. Mətni oxuyun. Запись на курсы английского языка начнется 28 августа. Занятия будут проводиться 2 раза в неделю в помещении языкового центра около филармонии. В выходные дни занятия не будет. Deməli, burada söhbət nədən gedir? Deyir ki, İngilis dili kurslarına qeydiyyat 28 avqustun 28-dən başlayacaq. Занятия будут проводиться 2 раза в неделю в помещении языкового центра около филармонии. Yəni deyir ki, dərslər həftədə 2 dəfə olmaqla deməli filarmoniyanın yaxınlığındakı
dil mərkəzində keçiriləcək. В выходные дни занятий не будет. Yani hafta sonları ders olmayacak. В языковом центре в выходные дни не занимается английским языком. Deyir ki, dil mərkəzində həftə sonları ingilis dili dərsləri olmur. Əlbəttə ki, biz bilirik ki, çünki həftə sonları выходные занятия не будет. Deməli, A variantı burada düz variant kimi seçə bilirik. Дальше. Английский язык можно будет изучать около языкового центра. Deyir, ingilis dilini mərkəzin yanında öyrənə bilərsiniz də, belə dil mərkəzinin yanında. Amma biz bilirik ki, deməli, в помещении языкового центра, yəni dil mərkəzin özündə keçiriləcək. Дальше. В начале августа можно записаться на курсы английского языка. Avqustun əvvəlində ingilis dili kurslarına yazıla bilərik, amma biz bilirik ki, не в начале, а в конце, 28 avqust, avqustun sonları. Дальше. На курсы английского языка записываются в филармонию. Deyir ki, ingilis dili kurslarına filarmoniyada qeydiyyatdan keçirlər. Elə deyil. Çünki начнется 28 запись на курс английского языка начнется с 28 августа. 28-dən və harda olacaq? Əlbəttə ki, filarmoniya, okolo filarmoniya, yəni dil mərkəzində. Sonra один раз в неделю будут проводиться занятия в языковом центре. Один раз в неделю deyir, amma burada biz bilirik ki, yazıb ki, 2 раза в неделю. Buna görə düz deyil. Biz 4-də A variantını seçirik. Дальше. 5-də. В декабре начнутся экскурсии в Азербайджанский национальный музей ковра. Гости и жители столицы посетят очень красивое здание музея на территории Приморского парка. Там они увидят многие уникальные ковры. Deməli, в декабре начнутся экскурсии в Азербайджанский национальный музей ковра. Deyir ki, dekabrda ekskursiyalar dekabrda başlayacaq. Deməli, Azərbaycan Milli Xalça Muzeyində olan muzeyə olan, deməli, ekskursiyalar dekabrda başlayacaq. Гости и жители столицы посетят очень красивое здание музея на территории Приморского парка. Deməli, qonaqlar və paytaxt sakinləri ərazidəki çox gözəl muzey binasını, belə deyək də, dəniz kənarı bulvarda yerləşən, deməli, muzeyə baş çəkəcəklər, belə deyək. Там они увидели многие уникальные ковры. Onlar orada çoxlu nadir xalçalar görəcəklər. Так, здание находится вдали от Приморского парка. Deyir ki, dəniz kənarı bulvardan aralıdır bina. Muzeyin binası. Yox, biz də bilirik ki, на территории, yəni ərazidə, yaxında. Экскурсия в музей ковра будут организованы поздной осенью. Deməli, ekskursiyalar bu xalça muzeyinə nə vaxt olacaq? Deməli, поздней осенью, payızın sonları deməkdir də. Amma biz də bilirik ki, dekabrda, qışda. Дальше. Среди экспонатов музея очень мало редких ковров. Не мало, а много. Yani многие здесь, многие уникальные ковры. И посетить музей ковра смогут только гости столицы. Ancaq deyir ki, paytaxtın qonaqları, amma sakinləri də üstəgəl. Və Azərbaycanski muzey kovra расположен в Приморском парке. Azərbaycan deməli xalça muzeyi deməli dəniz kənarı bulvarda yerləşir deyə biz Y variantını burada seçirik. Так. И 6-cı mətnimizdə завтра в 14:00 будет проводиться экскурсия для школьников в музей в центре города. Там проходит выставка современного искусства. Школьники смогут ознакомиться с картинами молодых азербайджанских художников. Deməli, sabah saat 14-də bir neçə yox. Deməli, sabah saat 14-də для школьников muzey. Deməli, məktəblilər üçün şəhərin mərkəzində muzeyə, deməli, ekskursiya olacaq. Там проходит выставка современного искусства. Orada deməli, müasir incəsənət sərgisi keçirilir. Школьники смогут ознакомиться с картинами молодых азербайджанских художников. Deməli,
məktəblilər gənc Azərbaycanlı rəssamların rəsmlərinə baxa biləcəklər. Школьники увидели картины молодых азербайджанских художников. Deyir ki, məktəblilər gənc Azərbaycan rəssamlarının rəsmlərini gördülər. Увидели, keçmişdə gördülər. Amma o sabah olacaq. Завтра ancaq. Так, школьникам предлагается посетить выставку рано утром. Məktəblilər deyir ki, səhər tezdən sərgiyə dəvət etdilər. Amma bilirsiniz ki, 14 это после обеда. Günortadan sonra da belə deyək. Послезавтра можно будет ознакомиться с современным искусством. Bax, послезавтра deyə yazılıb. Не завтра, а послезавтра. Deməli, завтра sabahdısa, послезавтра da biri gündür də. Deməli, deyir ki, biri gün послезавтра можно будет ознакомиться с современным искусством. Biri gün, yəni də siz müasir incəsənətlə tanış ola bilərsiniz də. Belə deyir. Ona görə də biz уже bilirik ki, не послезавтра, а завтра будет. Выставка современного искусства проходит в музее. Deyir ki, muzeydə müasir incəsənət sərgisi keçirilir. Bəli, bu уже düzdür. Экскурсия проводилась в музее недалеко от центра города. Ekskursiya şəhəri mərkəzdən uzaq olmayan bir yerdə deməli keçirildi. Muzey nedaлеко от центра города. Amma biz bilirik ki, mərkəzdə keçirildi. Belə uşaqlar, sağ olun, görüşərik.